Mən Rev. Yaxınlarda sevgilim məni tərk etdi və mən özümü qırılmış hiss edirdim. Həyat rəngini itirmişdim və birdən qapımda bir pişik peyda oldu. Kiçik, tüklü, adını Kiano qoydum. O mənim üçün hər şey oldu. Yenidən gülümsəməyə başladım. Amma bir gün evə gəlirəm və görürəm. Mənzil dağılmış, Kiano uğurlanıb. Bu mənim üçün ən böyük zərbə idi. Mən əmim oğlu Clarence'i çağırdım. İzlər axtarmağa başladıq və tez başa düşdük. Pişik narkotacirlər qrupundadır. Kiano'nu geri getirmek için onların dünyasına girmek mecburiyetinde kaldık. Giyimimizi değiştik, üslubumuzu değiştik. Sert gangster kimi davranmalıydık. Bu absurduydu ama çıkış yolu yok idi. Biz onların şirketine düştük. Etrafı narkotik, silah, cinayetler, biz şüphesiz öldüren insanların arasındaydık. Addım addım bizi daha da derinliğe çekirdi. Yalan danışmalı, grup işlerine koşulmalı, hayatımızı riske atmalıydık. Ama içimde yalnız bir şey düşünürdüm. Kiano evine qaytarılmalı. Sonunda biz şeylerle üz-üzə geldik. Mübarizə apardık. Sona kadar getdik, təslim olmadık. Ve bütün bu cehennemden sonra bir şey yer gətirə bildim. Kiano yeniden benimleydi.